Bugün paytaxtın Nərimanov rayonunda ağır yol qəzası baş verib. Metronun Gənclik stansiyasının yaxınlığındakı avtomobil tunelində Hyundai və Lexus markalı minik avtomobilləri toqquşub. Nəticədə avtomobillərə ciddi ziyan dəyib, bir neçə nəfər xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım və xilasetmə briqadası, eləcə də polis əməkdaşları cəlb edilib. Bakıda avtomobilində avtomat gəzdirən taksi sürücüsü cinayət məsuliyyətinə cəlb edilib. Qafqaz İnfonun məlumatına görə 1991-ci il təvəllüdlü şəxsin idarə etdiyi Çanqan Kinyan A05 markalı avtomobil Nizami rayonu Qaraqarayev prospektində polis əməkdaşları tərəfindən saxlanılıb. Avtomobildə axtarış aparılarkən Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomat, 6 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb. Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində açılmış işin materialları Nizami rayon məhkəməsinə göndərilib. Məhkəmədə bildirilib ki, həmin şəxs əsasən Bakıya qonaq gələn ərəb turistləri avtomobili ilə gəzdirirmiş. O, məhkəmənin hökmü ilə 1 il həbs cəzasına məhkum edilib. İstintaq müddətində ev dustağı olan taksi sürücüsü məhkəmə zalındaca qandallanaraq təcridxanaya göndərilib.